Salam. Bugün ilk kimyəvi anlayışlar mövzusunun daxilində öyrəndiyimiz formulun çıxarılması məsələlərinin həllinə baxacağıq. Müxtəlif test sorğularından bir araya topladığım 15 məsələ nümunəsi üzərində izah edəcəm. Sadədən mürəkkəbə doğru sıralamışam. Baxaq ilk sualımıza. Tərkibində azot və oksigenin kütlə nisbəti 7-nin 12-yə olan azot oksidini müəyyən edin. Əvvəla onu qeyd edək ki, azot oksidi deyəndə nəyi nəzərdə tutur? Çünki bəzi şagirdlərimiz 10-cu sinifdə hazırlığa başlayırlar. Kimya ilə belə deyək ki, ilk dəfə 10-cu sinifdə tanış olurlar və artıq onlar azot oksidinin nə olduğunu bilmirlər. Onlara artıq bu çətin gəlir. Əvvəlcə onu qeyd edim ki, oksid nədir? Biri mənfi oksidaşma dərəcəsi göstərən oksigen olmaqla iki fərqli elementdən ibarət olan mürəkkəb qeyri-üzvü birləşmələrə oksidlər deyilir. Yəni, oksidi belə başa düşdüm ki, iki element olsun, biri oksigen olsun. O zaman azot oksidi deyirsə, deməli azot yazıram və yanına oksigen yazıram. Formulu istədiyi üçün indeksləri x və y-lə işarə edirəm. Məlum məsələdir ki, azot oksigenlə NO, N2O, NO2, N2O3, N2O5 tipli 5 fərqli müxtəlif oksid əmələ gətirir. Biz indi nə bilək ki, bunun hansıdır? Bizə verilən şərtə əsasən biz azotun hansı oksidinin olduğunu müəyyən edəcəyik. Və onu qeyd edim ki, bu tip formulun çıxarılması məsələlərinin bir həll yolu var. Yəni, biz bu şablonu bilməklə, məsələni bizə hansı şəkildə, hansı formatda versin, biz o şablonu tətbiq etməklə məsələmizi həll edə bilərik. Yəni, əsas şablonu öyrənsək, yolunu öyrənsək, bütün məsələlərdə bunu tətbiq edə biləcəyik. Aha, bizə şərtdə deyir ki, azotun kütləsi 7, oksigenin kütləsi isə 12-dir. 7 bölünsün 12 nisbəti şəklində verilib. Yadda saxlayırıq. Burada da elementlərin görürük ki, nisbi atom kütlələrini verib. 7 azota aiddir. Qayda belədir. Hər bir elementin kütləsini öz nisbi atom kütləsinə bölüb nisbəti şəklində yazırıq. Yəni, 7 azota aiddirsə, 7-ni bölürəm azotun ayrinə, yəni 14-ə. 12 isə oksigenə aid olduğu üçün 12-ni bölürəm oksigenin nisbi atom kütləsinə, yəni 16-ya. Aha, bu şəkildə yazıq nisbət şəklində. İndi nə edirik? Kəsrləri ixtisar etməliyik. Lakin yadda saxlayaq ki, hər bir kəsri öz daxilində ixtisar edəcəyik. Yəni 14 ilə 7-ni, 16 ilə 12-ni ixtisar edəcəyik. Daha 14 ilə 12-ni falan belə ixtisar apara bilmərik. İndi baxaq ixtisara. 14 ilə 7 ixtisar etdikdə 2-də 1 qalır. 16 ilə 12 isə 4 ixtisar gedir. Qalacaq 4, yuxarıda isə sürətdə isə 3 qalacaq. Və indi qaldı belə bizdə kəsr ədədlər. Kəsr ədədləri kəsrdən azad etməliyik. Çünki indeksdə yazılan ədədlər tam ədədlər olmalıdır, kəsr olmamalıdır. O zaman kəsrdən necə azad edirik? Yadda saxlayırıq. Baxırıq hər iki kəsrin məxrəcinə. Birinci kəsrin məxrəci 2-dir, ikinci kəsrin məxrəci isə 4-dür. Yadda saxlayırıq ki, kəsrdən azad edəndə böyük məxrəzdəki rəqəmə vuracağıq hər bir kəsrə. Yəni, böyük məxrəzdəki rəqəm dediyim 4-dür. Deməli, hər bir kəsri 4-ə vuracam. Bu zaman 4-lər ixtisar getdi, 3 qaldı. Burada isə 2-də 1-i 4-ə vuracağam. 4 ilə 2 ixtisar gedəcək, sürətdə 2 qalacaq. Deməli, 2-nin 3-ə nisbətindədir. Deməli, azotun hansı oksidindən söhbət gedirmiş? N2O3. Yəni, x-in qiyməti 2, y-in qiyməti isə 3-ə bərabərdir. Doğru cavabımız Y bəndi olacaq. Növbəti suala baxaq. CX-HY birləşməsində karbonun kütləsinin hidrogenin kütləsinə olan nisbəti 9-un 1-ə şəklindədir. Bu birləşmənin sadə formulunu müəyyən edin. Aha, bayaq azot və oksigen elementləri idi. İndi isə karbon və hidrogen elementləridir. Heç bir narahatçılıq yoxdur. Yenə bizə kütlələrini verib, karbonun kütləsini 9, hidrogenin kütləsini isə 1 verib. Deməli, qaydamız nə idi? Hər elementin verilən kütləsini öz nisbi atom kütlələrindən bölüb nisbət şəklində yazırıq. 9 karbona aiddir, yəni 12-yə böləcəm. 1 isə hidrogenə aiddir, yəni hidrogenin ayrına, yəni 1-ə böləcəyəm. Və dediyimiz kimi, kəsirləri öz daxilində ixtisar edirik. 12 ilə 9 ixtisar gedəcək 3-ə. Bu zaman burada 4 qalacaq, sürətdə isə 3 qalacaq. 1 isə olduğu kimi saxlayırıq. Aha, kəsir ədəd olduğu üçün, kəsirdən azad etmək üçün dediyimiz kimi, böyük məxrəzdəki rəqəmə, yəni 4-ə vuracağıq hər iki kəsiri. Bu zaman, bu kəsiri 4-ə vurduğum zaman 4-də ixtisar getdi, qaldı 3. Bunu isə 4-ə vurduğum zaman sürəti 4-ə vururam, qalır 4. 3-ün 4-ə nisbəti. Bu nə deməkdir? Yəni, birləşməmin formulu C3H4 imiş. Növbəti məsələyə baxaq. Karbon və hidrogenin kütlə nisbəti 9-un 2-yə olan birləşmənin formulunu göstərin. Aha, yenə karbon və hidrogendir. Və bizə deyir ki, karbonun
hidrogen olan nisbəti 9-un 2-yə şəklindədir. Aha, 9 karbona aiddir. 9-u böləcəyim karbonun nisbi atom kütləsinə, 2 isə hidrogena aid olduğu üçün 1-ə bölürəm. Yenə ixtisar edirəm. 12 ixtisar gedəcək deməli yenə 3-ə, 4 qalacaq. Sürətdə isə 3 qalacaq. Nisbət. Bu isə ixtisar getmir, olduğu kimi qalır. Aha, yenə kəsr ədəddir. Kəsrdən azad etmək üçün böyük məxrəcə, yəni 4-ə vururam. Baxıram, bunun məxrəci 1-dir, bunun məxrəci 4-dür. Böyük olan 4-dür. Hər iki kəsri 4-ə vuracağım. O zaman 4-dən ixtisar getdi, qaldı 3. Bunu isə 4-ə vurduğum zaman 2 vur 4 olur 8. Doğru cavabımız olacaq C3H8. Aha, növbəti suala baxaq. Maddənin kimyəvi formulunu müəyyən edin. Aha, indi bizə eyni məsələdir. Sadəcə cədvəl şəklində verilib. Bəzən uşaqlar cədvəli görüb qorxurlar, çəkinirlər o sualı yazmağa. Lakin eyni sualdır, eyni qayda ilə də həll olunur. Yəni cədvəl bizi qorxutmasın, sadəcə cədvəl şəklinə salıblar. Bizə nə deyir? Azotun kütləsi 7-dir, oksigenin kütləsi 8-dir. Biz bunu rahatlıqla 7-nin 8-ə nisbət şəklində yaza bilərik. Eyni qaydadır. Və verilənləri öz ayrılarına bölürük. 7 azot aid olduğu üçün azotun nisbi atom kütləsinə, yəni 14-ə bölürəm. 8 oksigen aid olduğu üçün, yəni oksigenin nisbi atom kütləsi 16-ya bölürəm. Və kəsirləri öz daxillərində ixtisar edirəm. Bu zaman 14 ilə 7 ixtisar gedəndə 2-də 1, 16 ilə 8 ixtisar gedəndə 2-də 1 qalır. Və bu da 1-in 1-ə nisbəti deməkdir. Yəni, mənim azot oksidimin formulu NO şəklindəymiş 1-in 1-ə nisbətində. Aha, növbəti suala. Bu sualda yenə cədvəl şəklindədir. Lakin biraz əvvəl yazdıqlarımızdan fərqli olaraq 3 elementdən söhbət gedir burada. Amma bu bizi yenə də qorxutmasın. Şablon eynidir, qayda eynidir. Eyni qaydanı tətbiq edərək yazacağıq. Deməli, kalsiumun kütləsini 10 verib, karbonu 13 verib, oksigeni 12 verib. Aha, 10 kalsiuma aiddir. Onu böləcəm kalsiumun nisbi atom kütləsinə 40-a. 3 karbona aiddir. Karbonun ayrına bölürəm 12-yə. 12 isə oksigenə aiddir. Oksigen ayrını 16-ya bölürəm. Aha, eyni qayda ilə ixtisarlar gedəcək. 4-də 1, 10 ixtisar getdi. Bu ixtisar gedəcək 3-ə, 4-də 1. Bu da ixtisar gedəcək 4-də, 4-də 3 qalacaq. Aha, hər 3 kəsrin məxrəci 4-dür. Deməli, hər kəsri 4-ə vuracağam. Kəsirdən azad edəcəyim. Cavab olacaq 1, 1, 3 nisbəti. Yəni, kalsium CO3, 1, 1, 3 nisbəti şəklində. Növbəti sualda da yenə 3 elementdən ibarətdir. Maqnezium kütləsini 3 verib. Düşürdü 4 verib. Oksigeni 6 verib. Nisbət şəklində yazdım və hərəsini öz nisbi atom kütləsinə böləcəyim. Yəni 3-ü maqnezium aid olduğu üçün 24-ə bölürəm. 4-ü düşürdə aid olduğu üçün 32-yə, 6 isə oksigenə aid olduğu üçün 16-ya. Yenə də bayaqçılar kimi, əvvəlkilər kimi öz daxillərində ixtisar edirəm. 24 ilə 3 ixtisar gedir 3-ə, qalır 8-də 1. 32 ilə 4 ixtisar gedir 4-ə, qalır 8-də 1. 16 ilə 6 isə 2 ixtisar gedir, qalır 8-də 3. Yenə məxrəzlər eyni olduğu üçün 8-ə vurub kəsirdən azad edirəm. Qalır 1, 1, 3 nisbəti, yəni maqnezium SO3. Doğru cavabımız olur B variantı. Növbəti məsələyə baxaq. Aha, indi məsələnin formatı dəyişdi. Amma yenə qayda eyni qaydadır. Niyə dəyişdi məsələnin şəkli? Çünki bizə artıq kütlələr nisbəti yox, kütlə payı nisbətlərini verib. Yəni faizlər nisbəti şəklində. Yenə karbon və hidrogendir. Hansı nisbətdə birləşib bilmirik. Bizə sadəcə deyir ki, karbonun kütlə payı, hidrogenin kütlə payı nisbəti 75-in 25-ə nisbətindədir. Yəni 75% karbon var birləşməmdə, 25% də hidrogen təşkil edir onun kütləcə hissəsini. Qayda eynidir. Necə bayaq edirdiksə, əvvəl necə edirsə, indi də elə edirik. 75 karbona aid olduğu üçün 75-i karbonun ayrına, yəni 12-yə bölüb nisbət şəklində yazıram. 25 isə hidrogenə aid olduğu üçün 25-i isə hidrogenin ayrına, yəni 1-ə bölürəm. Aha, başlayıram bunları ixtisar etməyə. 12 ilə 75 ixtisar gedəcək 3-ə, bu zaman məxrəcdə 4 qalır, sürətdə 25, nisbət, bu da 25 böl 1. Kəsirdən azad etmək üçün böyük məxrəcə, yəni 4-ə vuracağam. 4-dən ixtisar gedir 25, bunu isə 4-ə vuranda sürətini 100 qalır. 25 ilə də 100 məlum məsələdir ki, 25 ixtisar gedir, 1-in 4-ə nisbəti şəklində qalır. Deməli, mənim birləşməmin formulu CH4 şəklindəymiş. Doğru cavab A variantı. Yəni faizlə verməyi məni çaşdırmasın. Eyni qaydadır. Burada isə eyni məsələdir. Sadəcə necə fərqləndirib?
Bizə ancaq karbonun kütlə payını verib 75 və məlum məsələdir ki, bu birləşmədə karbon 75% təşkil edirsə, avtomatik bu da 25%-ni təşkil edir deməkdir hidrogenda. Və eyni ilə gəldi oldu bu məsələdəki kimi eyni qayda ilə həll edərək yazacağıq. 75-in 12-yə nisbət 25-in 1-ə. Bu şəkildə həll edib eyni məsələdir. Sadəcə bizi çaşdırmaq üçün 1%-ni verib digər faizi özümüz tapırıq. Növbəti məsələ yenə faizləndir. CX HY-in verib bizə deməli və burada deyir ki, karbonun kütlə payı 90%-dir, hidrogən də 10%-dir, hər ikisini verib. Hidrogeni verməsəydi məlum məsələdə özümüz tapacaqdıq ki, karbon 90%-dir, hidrogen 100-90, yəni 10%-dir. İndi bizə nə edirik? 90 karbona aid olduğu üçün 90-ın 12-yə nisbəti, hidrogen isə 10%-dir, hidrogen ayrına 1-ə nisbətini yazıram. 90 və 12-ni ixtisar edərəm mən 6-ya, bu zaman məxrəcdə qalar 2, sürətdə qalar isə 15. Bu isə ixtisar olunmur, olduğu kimi qaldı. Sonra mən bu kəsiri vuracağım 2-yə, kəsirdən azad etmək üçün. Hər iki tərəfi 2-yə vuranda, burada 15 qalacaq, buranı 2-yə vuranda 20 qalacaq. 15-in 20-yə nisbət. Məlum məsələdir ki, bunlar da 5-ə ixtisar gedəcək, 3-ün 4-ə nisbəti qalacaq. Yəni, birləşmənin formulu C3H4-dür. Doğru cavabımız olacaq A bəndi. Növbəti sual. Məsələnin formatı yenə dəyişdi əvvəlkilərdən fərqli olaraq. Necə dəyişdi? Azot oksididir. Biz azot oksidi yazmağı artıq bacardıq. Azot yazırıq, yanına da bir oksigen indeksləri bilmirik, x, y-lə işarə etdik. Və deyir ki, bu azot oksidinin 22 qramında, yəni azot oksidi bir yerdə oksigenlə bir yerdə azot, 22 qramda azot oksidinin ümumi kütləsi. 22 qramında 8 qram oksigen var. Bu 22-nin 8-i oksigendirsə, yerdə qalan 22 minus 8, 14 qramı nəymiş? Azotuymuş. Saldıq bayaqki məsələlərin formatını. Artıq həll edə bilərik. Eyni şey oldu, eyni qaydayla. Sadəcə ümumini vermişdi. Əvvəlki məsələlərdə hər ikisinin ayrı-ayrı kütləsini vermişdi. İndi isə neynədir? Ümumini verdi. Ümumini verdi bizə. Və ümuminin içindən birini verdi. Digərini də biz ümumidən oksigeni çıxmaqla digərini, yəni azotu tapdıq. Artıq məsələmiz əvvəlki məsələlərin formatına düşdü. Yazırıq o zaman 14 azota aiddir. 8 oksigenə. O zaman 14 azotun ayrını 14-ə bölürəm. 8-i oksigenin ayrını 16-ya bölürəm. İxtisar gedir 1 və 2-də 1. Böyük məxrəc 2 olduğu üçün 2-yə vurub kəsirdən azad eləyirəm. 2-yə vuranda sürətdə 2 qaldı. 2-nin 1-ə nisbəti. Deməli, mənim azot oksidimin formulu N2O şəklindəymiş. Növbəti məsələmiz yenə o qaydadadır. Azot oksididir. Ümumi oksidin kütləsi 1,1 qramdır və ümumi 1,1 qram azot oksidində 0,4 qram oksigen var deyir. 0,4 oksigen isə yerdə qalan o 0,7 qramı azot imiş. Məsələm əvvəlki formata düşdü və mən yazıram 0,7 0,4-ə nisbəti, 0,7 azota aid olduğu üçün azotun ayrını 14-ə böldüm, 0,4 isə oksigen aid olduğu üçün oksigen ayrını 16-ya böldüm. Buradan hesabladığımız zaman bu 0,5, 0,4-ün 16-ya nisbəti isə 0,25 edəcək. Daha sonra 100-ə vuraram, 50-nin 25-ə nisbəti şəklində olar və bu da ixtisar gedəcək 25-ə 2-nin 1-ə nisbətində olacaq. Deməli, mənim birləşməmin formulu N2O şəklindədir. Növbəti məsələdə bu tipləndir. Fosforun oksidi verilib, PXOY şəklində və bizə deyir ümumi oksidin kütləsi 35,5 qramdır və birləşmədə oksigenin kütləsi 20 qramdır. Mən bilirəm, ümumi 35,5-dirsə, ondan 20 çıxmaqla fosforu tapacağam. Fosforda olacaq 15,5 qram. Əvvəlki formata düşdü. Davam edirik. 15,5-in 20-yə nisbəti kimidir kütlələr nisbəti və hər elementi öz nisbə atom kütləsinə bölürük. 15,5 fosfora aiddir. Fosforun nisbə atom kütləsinə, yəni 31-ə bölürəm. 20 oksigenə aiddir. 16-ya bölürəm. Və bunu həll etsək, 15,5 31-ə böləndə alınar 0,5. 20-ni isə 16-ya bölsək 1,7.
%25 alınır. Və kəsrdən azad olmaq üçün, tamdan çıxartmaq üçün 100-ə vursam 50-nin 125-ə nisbəti olar. Bunu da ixtisar etsək 2-nin 25 ixtisar etsə 2-nin 5-ə nisbəti. Deməli mənim birləşməmin formulu P2O5 şəklindəymiş, yəni fosfor 5 oksid imiş. Növbəti məsələyə keçək. 10 qram CXHY birləşməsində 1 qram hidrogen olarsa XY-i tap. CXHY birləşməsidir. Ümumi 10 qramdır və deyir 1 qram hidrogen var. Deməli yerdə qalan 9 qram karbonun payına düşürmüş. Tapdıq hər birini ayrı-ayrılıqda. 9 karbona aiddir, 1 hidrogenə. 9-u karbonun ayrına 12-yə böldüm, 1 isə hidrogen ayrına 1-ə böldüm. Əvvəl bu məsələdən işləmişdik və 3-ə ixtisar gedir 4-də 3. Bu isə olduğu kimi qalır. Böyük məxrəc 4 olduğu üçün hər bir kəsri 4-ə vurub kəsirdən azad edirəm. 3-ün 4-ə nisbəti. Yəni birləşməmin formulu C3H4 imiş. X-in qiyməti 3, Y-in qiyməti 4-dür. 3 plus 4 cəbri cəm 7 imiş. Doğru cavab oldu. Y bəndi. İndi növbəti sualımıza baxaq. Bu da toplunun sualıdır və o formatda olan bir sualdır. Xlor oksididir. Yazıram xlor XOY şəklində və deyir ki, xlor oksidinin 18,3 qramında, yəni oksid 18,3 qramdır. 11,2 qram oksigen var. Məlum məsələdir ki, çıxıb xloru tapırıq. Xlor olacaq burada 7,1 qram. 7,1 xlora aiddir. Deməli, 7,1-i xlorun nisbi atom kütləsinə 35,5-ə böləcəyəm. 11,2 isə oksigenə aid olduğu üçün 11,2-ni də oksigen nisbi atom kütləsinə bölürəm. Və bunu tapanda 0,2 edir, digər isə 0,7, ona vururam, tamından azad edirəm, 2-nin 7-yə nisbəti. Deməli, mənim xlor oksidimin formulu xlor 2O7 şəklindəymiş. Doğru cavabımız olur C variantı. Növbəti suala keçirik. Qrafik şəklindədir. Qrafik bizi qorxutmasın. İndiyə nəzər etdiyimiz məsələlərin eynisidir. Sadəcə qrafik şəklində verib ki, biz biraz qorxaq. Lakin biz bunları bilirik. Ordinat oxunda X-in kütləsini verib, absiz oxunda isə Y-in kütləsini verib. Deməli, X-in kütləsi 7-dir, Y-in kütləsi 3-dür. 7-nin 3-ə nisbətindədir. Və bizə də deyir, birləşmənin formulunu tap. X, Y-dir elementlər. İndekslərini də hər hansı bir məczulla aynən beynən işarə edirəm. 7 X-ə aiddir. X-in ayrını da verib 56. 7-ni böləcəyəm 56-ya. 3 isə Y-ə aid olduğu üçün Y-in nisbi atom kütləsinə 16-ya nisbətini yazıram. 56 ilə 7-ni ixtisar etdikdə qalır 8-də 1. 16-da 3 isə ixtisar getmir, olduğu kimi qalır. Böyük məxrəc 16-dır. Deməli, hər bir kəsri 16-ya vurub kəsirdən azad edəcəyəm. 16 ilə 8, 2 qalacaq. 2-nin 3-ə nisbəti. Deməli, mənim birləşməmin formulu X2, Y3 şəklində olacaq. Doğru cavabımız C variantı. Bu qədər. Eyni tip formulun çıxarılma məsələlərini müxtəlif şəkildə gördük. Lakin görürük ki, hamısının yolu eynidir. Yəni, məsələnin şərtinin hər hansı formada verilməsi bizi heç də qorxutmasın. Əgər biz şablonu, yolu öyrənsək, bunu bizə verilən bütün məsələ tiplərində tətbiq edib cavabımızı alacağıq.